Salam, hər vaxtınız xeyir. Bugün 2025-12 oktyabr Güvən 10-cu sinif informatika sınağının izahını verəcəm. 61-də deyir ki, beşli say sisteminin rəqəmləri fərqli ən kiçik 3 rəqəmin ədədini. Beşli say sisteminin rəqəmləri hansılardır? 0, 1, 2, 3, 4. Bunun ən kiçik rəqəmi ədəd deyir. Ən kiçik rəqəmi ədəd olacaq 1, 0, 2. Beşli say sistemində. Bunu onluğa keçirməyimizi istəyir. Üstünə yazırıq 0, 1, 2. 1 vurulsun 5 üstü 2, üstə gəl. 0 vurulsun 5 üstü 1, üstə gəl. 2 vurulsun 5 üstü 0. Buraya 25. Burada oldu 0. 2 vurulsun 1 də eləyir 2. Cavab oldu 27. D variantı. 62-ci sual. ISQ standartında kodlaşdırılan mətn faylının hər səhifəsində 128 simvol var. Bunun hamısını 2-nin qüvvəti kimi yazacağım mən. 128 simvol var, yəni 2 üstü 7 simvol var. 256 səhifə var, yəni 2 üstü 8 səhifə var. Mətn faylını 16 simvolluq deməli əlifbada kodlaşdırsaq, həcmi necə dəyişər? Birinci bunu ISQ-dəki həcmini tapaq. ISQ standartı deyirsə, bu 1 bayta vurulur. Deməli, onda burada ümumi həcmi ISQ-də kodlaşdırılıbsa əgər 2 üstü 7, 2 üstü 8, 2 üstü 15 bayt eləyir. Kilobayta keçirə bilərikmi? Keçirə bilərik. Bunu da kilobayta keçirsək 2 üstü 10-a bölərik. Cavab olar 32 kilobayt. Deyir ki, bəs bu mətn faylını, yəni burada simvol dəyişmir, səhifə dəyişmir. Yəni yenə 2 üstü 7 simvol var, 2 üstü 8 səhifə var. Deyir, bəs bunu biz 16 simvolluq əlifbada kodlaşdırsaq necə olar? 16 simvolluq əlifba nə deməkdir? 2 üstü 4, yəni 4 bit. Yəni 16 simvolluq əlifbada bir dənə hərfin, simvolun həcmi 4 bit olacaq. Deməli, onda mən simvol və səhifələrin sayını vururam 4 bitə burada da. Bu da 2 üstü 2 deməkdir də. 2 üstü 15, 2 üstü 2, 2 üstü 17 bit eləyir. Bunu da kilobayta keçirmək üçün bölürəm 2 üstü 13-ə. Burada qalır 2 üstü 4, yəni 16 kilobayt. Deməli, ISQ kodlaşdıranda 32 kilobayt idi həcmi. 16 simvol əlifbada kodlaşdıranda isə 16 kilobayta gəldi. Deməli, bu 32-dən 16-ya gəlibsə nə edib? 2 dəfə azalıb və yaxud da baxıram 2 dəfə azalmaq söhbəti yoxdur ki, yəni 32 kilobaytdan 16 kilobayta gəlməyi bunun 16 kilobayt azalmağı deməkdir. 62 oldu A variantı. 63 4 bitlə hansısa da simvolu kodlaşdırmaq olmaz. 4 bitlə nə deməkdir? 2 üstü 4, yəni 16. Yəni burada maksimum 16 simvol kodlaşdırmaq olar. Artıq 17 simvol kodlaşdırmaq olmaz. 64 bağlantı vasitəsilə 512 megabaytlıq fayl ötürülür. Okay. Fizikadan bildiyimiz S bərabərdir VT düsturu var. Gedilən yol, sürət, zaman. Eyni düsturdur. Burada gedilən yol deyil, ötürülən informasiyanın həcmidir. Ötürmə sürətidir və ötürüldüyü zamandır. İndi bizə həcmi veriblər. Həcmi H-nə yazıram. Q yaza bilərsiniz. Fərqi yoxdur. 512 megabayt. 512 megabayt da mən 2 üstü 9 megabayt kimi yazıram. Baxıram ki, burada mənə sürəti veriblər. Megabit veriblər. Onda mən bu megabitdirsə, yəni bu megabit olaraq qalsın. 16-nı da 2 üstü 4 kimi yazım. 2 üstü 4 megabitdir. Burada isə 2 üstü 9 megabaytdır. Biz megabaytdan megabitə keçəndə megalar eynidir. Baytdan bitə keçirik. Normalda baytdan bitə keçəndə nə edirik? 8-ə vururuq. Deməli, mən 2 üstü 9-u 2 üstü 3-ə vursam, artıq megabayt yox, megabit alacağım. Bu da olacaq 2 üstü 12. Deməli, həcmimiz 2 üstü 12 megabitdir. Aha, artıq həm mənim həcmim, həm sürətim eyni ölçü vahidinə uyğundur. Onda zaman tapanda nə edirik? Normalda gedilən yolu bölürük sürətə. Burada mən ümumi həcmi, yəni 2 üstü 12-ni böləcəm 2 üstü 4-ə. Burada alınacaq 2 üstü 8 2 üstü 8 saniyə, yəni 256 saniyə. Məndən isə cavabda nə istəyir? Dəqiqə, ən az neçə dəqiqə lazımdır? 256-nı böləcəm 60-a. Ki, görüm neçə dəqiqə eləyir? 256-nı 60-a böləndə 60 256-nın içində yerləşir 4 dəfə. Deməli, burada qalır 16. Yəni 4 dəqiqə nə qədərsə qalır. Artıq 4 dəqiqəni keçir. Yəni bizə 4 dəqiqə nə qədərdir deyə biz deyirik artıq bunun cavabı 5 olacaq. 5 dəqiqə, ən azı 5 dəqiqə lazımdır. Yaxşı, çünki bu hamısı ötürülür 4 dəqiqə neçəsi saniyəyə. Ən az neçə dəqiqə lazımdırsa mən bunu yuxarıya həmişə yuvarlaqlaşdırıram. Bu da olur 5 dəqiqə. 64 oldu B variantı. 65. Ədədlərin emal qaydasına görə sual işarəsinin hansı olmalıdır? Baxaq, mən nə ediblər burada? Burada girişdəki ədəddən
girişdəki ədəddən çıxıblar. Ədədin hasilini 2 vur 7, 14 edir. 27-dən çıxıblar 14-ü. Alınıb 13 məsələn. 34-də bunun hasili eləyir 12. 34-dən çıxıblar hasilini eləyib 12. Da eləyib 22. Belə gediblər. İndi mən də buradan 11-dən 1 vur 1 1 eləyir. 11-dən çıxanda biri qalacaq 10. 65 oldu. B variantı. Bərabərsizliyin doğru olması üçün ulduz işarəsini müəyyən edin. Ən salamat yol odur ki, hamısını 10-luğa çeviririk, 10-luqda hesablayırıq. Bu onsuz da 10-luqdadır. Bunu 16-dan 10-luğa keçiririk. Üstünə 0-1 yazdım. 1 vurulsun 16 üstü 1 eləcək 16. Elə 16. Yəni bu 10-luq sayı sistemindəki 16 ilə, yəni 10-luq sayəsindəki 16-dır. Yəni burada olacaq bərabər. Bunun hər ikisini 10-luğa çevirəcəm. Deməli, 211-i də çevirirəm 10-luğa. Olur 2 vurulsun 5'lik sayısından çevirir. Bu 5 bunun ayağındakı indeksindəki. 2 vurulsun 5 üstü 2, üstə gəl 1 vurulsun 5 üstü 1, üstə gəl 1 vurulsun 5 üstü 0. Deməli, bura eləyir 50, 55, 56. Bu 3-3 çevirək 16-lıq sayı sistemindən 10-luğa. Deməli, 3 vurulsun 16 üstü 1, üstə gəl 3 vurulsun 16 üstü 0. Bura eləyir 48, bu da 1, 49. 56 49-dan nədir? Böyükdür. Deməli, burada olacaq böyükdür. Bərabərdir, böyükdür. C variantı 66C. İnformasiyanın emalı növünə aid deyil, axtarış. Emalı növünə aid deyil, axtarış, bəli. Çünki burada bu informasiyanın toxunması prosesinə aiddir. Kodlaşdırma onun emalıdır. Şifrələmə, çeşidləmə, yeni informasiyanın yaradılması emalı prosesinə aiddir. 68. Abituriyentin 15 seçimdən birinə qəbul olması özündə ən az neçə bit informasiya daşıyır. 15 2-nin hansı qüvvətinə yaxındır? 15 2-nin 16-ya yaxındır, yəni 2 üstü 4-ə yaxındır. Deməli, 15 seçimdən birinə qəbul olmaq özündə 4 bit informasiya daşıyır. 68 oldu, Y variantı. 69. Baxıram ki, cavablarda hər şey var. Kilobayt da var, megabayt da var, kilobit da var. Nəyə çevirə bilərik? Yəni, bunu hamısını kilobayta çevirək. Yəni, rahat yoldan birinci. Kilobitdən kilobayta keçmək üçün kilolara indi, bitdən bayta keçən yerik, 8-ə bölürük. 5 son 2 üstü 9 deməkdir. 2 üstü 9-u 8-ə böləndə olur 2 üstü 6. Yəni 64 qalır. 64 kilobayt. Bu da onsuz 64 kilobayt. 64 kilobayt. 8-də 1 megabayt. Yəni 8-də 1-i 1 megabayt neçə kilobaytdır? 2 üstü 10, yəni 1024. 2 üstü 10-a vururam. Bu 2 üstü 3 deməkdir. Qalır 2 üstü 7, yəni 128 kilobayt. Deməli 8-də 1 megabayt 128 kilobayt deməkdir. 2 üstü 21 bitdə kilobayta keçirmək üçün 2 üstü 13-ə bölürəm. 21-dən 13-ə çıxanda neçə qalır? 7, 8 qalır. 2 üstü 8, yəni 256. Bunları hesablayaq. Üstünə gəl 256. Bunlar hamısı kilobaytına alınacaqdır. 64, 64, 128, 128 ilə 128, 256, 256-dan da 256, 512. Deməli, cavabımız olur 512 kilobayt. Baxıram ki, cavablarda qaçıb gedib də C-ni götürmürük. Baxıram ki, cavablarda 512 kilobayt yoxdur. Onda mən nə edirəm? Megabayta çevirməyə çalışacağım. Əgər 1 megabayt 1024 kilobaytsa, deməli 512 kilobayt nədir? Yarım megabaytda 0,5 megabaytdır. 70. Beşli sayı sistemindəki 23 ədədindən əvvəl və sonra gələn ədədləri onluq sayı sistemində yazın. Ən salamat olan nədir? 23-ün əvvəlinə gəlir, 22 gəlir, 24 gəlir də. Bunu çeviririk onluğa. Məsələn, 22 və 24. 0, 1. 2 vurulsun 5 üstü 1, üstə gəl 2 vurulsun 5 üstü 0. 2 vurulsun 5 üstü deməli 1, bəli 1. Üstə gəl 4 vurulsun 5 üstü 0. Burada olacaq 11, burada olacaq 14. 11 və 14. Səhvəs, burada 12 düzür istəyirəm. 10 üstə gəl 2 eləyir axı. 12 və 14. 70 oldu A variantı. 71. Səhv eləmədim ki, nəyəsə görəsən burada. 3. Yəqin ki, yox. 71. Unicode standartında kodlaşdırılan və həcmi 512 kilobayt olan mətn faylı 128 səhifədən ibarətdir. Deməli, 207 səhifə var. Hər səhifə 32 sətirdən ibarətdir, yəni 205 sətir var. Neçə simvol var, bilmirik. Və burada Unicode-da kodlaşdırılıb. Yəni 2 bayta vurublar. Alıblar nə? Ümumi həcmi 512 kilobayt, yəni 209 kilobayt alıblar. Mən də bu kilobaytdan, axı mənim bərabərliyimin sol tərəfi bayt oldu. Biz hesabıma apara bilməyimiz üçün bərabərliyin həm sağ, həm də sol tərəfi eyni ölçü vahidində olmalıdır. Onda bu kilobaytda bayta keçirirəm. Kilobaytdan bayta keçəndə vururuq 1 kilobayt 210 baytdır deyək, 210-a vururuq.
Burada olur. Deməli 7, 5, 12. Bu da 13. 2 üstü 13. Vur x bərabərdir 2 üstü 19. X də bərabərdir 2 üstü 19-u bölürük 2 üstü 13-ə. X də bərabərdir 2 üstü 6. Yəni 64. Deməli burada 64 dənə simvol var. 71 oldu A variantı. Hamısını onluğa çeviririk. Baxaq. 0, 1, 0, 1 ayrı-ayrı üstlərinə 0, 1 yazıram və çeviririk. Yetlikdən keçirəm. 1 vurulsun. Açıq yazıram ki, hamı anlasın rahat. 2 vurulsun. 7 üstü 0. Üstə gəl bu 6-lıqdan keçir. 5 vurulsun. 6 üstü 1. Üstə gəl 1 vurulsun. 6 üstü 0. Çıxılsın. 1 vurulsun. 3 üstü 1. Çıxılsın deyə artıq. Burada hamısı çıxılsın olacaq. 1 vurulsun. Bu 3 üstü 2-dir. 1 vurulsun. 3 üstü 1. Çıxılsın. 0 vurulsun. 3 üstü 0. Bərabərdir. Deməli, x vurulsun 9 üstü 0 da x eləyəcək. Deməli 7 üstə gəl 14 üstə gəl 30. 14 yox bax. Bax görürsən nə səhv elədim. 2 də burada. Çünki 2 vurulsun 7 üstü 0 2 vur 1 deməkdir. Üstə gəl 30 üstə gəl 1 çıxılsın 9 çıxılsın 3 çıxılsın 0. Deməli 7 2. Belə burada üstə gəldi. 7 2 9 39 40 40-dan 9-unu çıxdıq 31, 31-dən də 3-ünü çıxdıq 28. X-imiz bərabər oldu 28-ə. 72 A variantı. 73. Hansı prosesdə insan səs informasiyası qəbul edir uşağın ağlamasından? Son zamanlar ən çox eşitdiyim səs. Hansı sayəsində yazıldığını müəyyən eləyin. Yaxşı. Baxaq. Üstünə 0-1 yazıb onluğa keçirib tapa bilərsiniz. Bu sizin yolunuz. Onu artıq hamımız demək olar ki bilirik. Mən eləməyəcəm. Mən belə eləyəcəm. Baxıram, 3-ün üstünə 4 gəliblər. Mən paylaşmışam. Var videoların içərisində say sistemlərini toplama və çıxma. İndi baxıram ki, bu hansı say sistemdədirsə, burada 3-dən 4-ü toplayıblar. Alınan cavab neçə edir? 7 alır, amma 7-ni buraya yazmırlar. Deməli, həmin say sistemdə 7 yoxdur. Və həmin bu 7-dən çıxıblar, say sisteminin əsasında bura 0 yazıblar. Deməli, mənim say sistemim neçədir ki, 7-dən həmin ədədə çıxıb 0 almışam. Deməli, 7-nin özüdür də. 3 üstə gəl 4 7 eləyib. 7-li say sistemində olmadığı üçün 7-dən 7 çıxıblar 0, 0 yazıblar 1 yadda. 2 üstə gəl 3 5 eləyib, 1 də yadda da 6 eləyib. Deməli, elə bu misal 7-li say sisteminin misalıdır. 73 olacaq B variantı. Yox, bu yolu bilmirsinizsə, ya çətin gəlirsə, hamısının üzrində 0-1 yazırıq, onluğa keçiririk, hesablı cavabı tapırıq. 75. İnsan tərəfindən qəbul edilən informasiya növlərini seçin. Biz deməli, necə qəbul edirik informasiyanı? Səs formasında və vizual formada qəbul edirik. Burada mətn təqdim olma formasıdır, video təqdim olma formasıdır, ədədi təqdim olma formasıdır, səs vizual. Analog da formadır, yəni informasiyanın mövcud olma formasıdır. Biz alırıq səs formasında, vizual informasiya alırıq, səs alırıq, taktil alırıq, dad alırıq və s. Cədvələ əsasən Altay sözünün kodunu müəyyən eləyin. Altay A-nın kodu 3 dənə 0. 3 dənə 0. L-nın kodu 100. Sonra 100 gəlməlidir. Burada bu getdi. 100 gəlməlidir. Burada alınır. Bu getdi. Burada da alınır. A-lı T-nin kodu 101-dir. Burada 001 yazılar getdi. Qaldı B ilə D. A-lı T. Yenə A-nın kodu 3 dənə 0-dır. Burada 3 dənə 0-dır. Elə burada 3 dənə 0-dır. Y-nın kodu da 010'dur. Burada 001 yazıblar. B variantı getdi. 010 Y variantı. 76 Y. 77. Maarif İsmaila telefonunda sabahki tapşırıqlarını dedi. Bu üstəsində Maarif üçün informasiyanın hansı prosesi baş verdi? Maarif İsmaila nəyisə deyir. Yəni deyən tərəf Maarifdir. Deməli Maarif ötürən tərəfdir. 77-dir. İsmail isə qəbul edir. Qəbul edən olardı. 16-lıq sayəsində verilmiş bu ifadənin mən bunu elə birbaşa 16-lıq sayəsində tapacağam. Əgər çətin gəlirsə, ayrı-ayrı onluğa çevirin. Cavabı ilə tapın. Ailə onluqda istəyir ki, cavab. Tabii özümüz ördüm yolunda. Birbaşa onluqda tapaq. Onluğa çevirib ilə tapaq. 0, 1, 0, 1. Deməli, 1 vurulsun. 1 niyə vurulsun? Bax, niyə 1 vurulsun? A, B, S. S 12-dir. 12 vurulsun. 16 üstü 1. Üstə gəl. D nədir bəs? A, B, S, D. 13. 13 vurulsun. 16 üstü 0. Üstə gəl. A nə oldu? 10 vurulsun. 16 üstü 1. Üstə gəl. 11 vurulsun. 16 üstü 0. 16-nı 12-yə vuranda eləyir
Deməli, eləyir. 2, 9, 1. 192. Üstə gəl. 13-ü 1-ə vuranda 13. Burada yazaq. 10-u 16-ya vuranda eləyir 160. 11 də 1-ə vuranda eləyir elə 11. 2, 3, 1, 6, 10, 17, 7 yazırıq bir yadda. Burada da var 1, 1, 2, bir də yadda da 3, 376. A variantı. Hamısını onluğa çevirib hesabladım. Tam dolu diskdən 4 ədəd video fayl, 3 ədəd səs faylı, 5 ədəd mətn faylı silinib, daha sonra 6 ədəd qrafik fayl yazılıb. Video fayllarının hər birinin həcmi 10 MB deməli. 4 dənə 10 MB-lıq, 4 vurulsun 10. 4 ədəd 10 MB. 3 dənə səs faylı. Səs faylarının birinin həcmi 3 MB-dır. 3 dənə deməli 3 MB. Mətn faylarının hər biri 2 MB-dır. 5 dənə mətn faylı üstə gəl 5 vurulsun 2 MB-dır. 5 vurulsun 2. Bu silinənlərdə bunları tapaq. Eləyir 49, 59. 59 MB silinib. Deməli, X qədər bunun diskin tərkibində X qədər informasiya var. X megabayt. X-dan çıxıblar 59 megabaytını siliblər də. Sonra da üstünə 6 ədəd qrafik fayl yazıblar. Yəni üstünə gəliblər 6. 6 ədəd qrafik faylında bir dənəsinin həcmi 1 megabayt. Yəni ümumi 6 megabaytda qrafik fayl yazıblar. Və həcmi 47 megabayt olub. Belə baxanda çox asan ibtidai məsələsidir. X bərabər deyil, hələ gözləyək. 59 mənfi 59 üstə gəl 6 neçə eləyir? Mənfi 53 megabayt. Deməli, x də bərabərdir. 47-nin də üstünə 53 gələndə olacaq. X bərabərdir. 0, 100. Deməli, əvvəlcədən bunun yaddaşında diskinin ümumiyyətlə həcmi 100 megabayt imiş. Tam doludursa əgər, deməli 100 megabayt hamısı doldu. 79 oldu D variantı. Maarif rədioda musiqiyə qulaq asır. Maarif informasiyanı hansı formada qəbul edir? Maarif informasiyanı hansı formada qəbul edir? Heç nə bilməsək belə, heç nə xəbərimiz olmasa belə, tam olaraq bunu anlamasaq, dərk eləməsək belə, burada 5 variantdan 4-ü eyni şeyi bildirir, bir dənəsi fərqlidir. Kəsilən, kodlaşdırılan, digital, rəqəmsal, diskret, bunlar eyni şeydirlər. Bir də burada analog fərqlidir. Kəsilməz analog. Burada B variantıdır. İnsanın qəbul etdiyi informasiya, demişik ki, deməli, analog formada informasiyadır. A, D, Y, C. Bunlar hamısı diskretdir, rəqəmsal informasiyadır. 0, 1, 2 rəqəmlərinə 4 rəqəmi tək-tək düzəltmək olar. Deməli, ehtimal. 1, 2, 3, 4 rəqəmi ədəd deyir. Baxaq. Ədəd heç vaxt 0-dan başlamır. Elə deyil. 0-dan başlamırsa, bura 2 dənə ehtimal gəlir. Ya ədədin 1-lə başlayar, ya 2-lə başlayar. 4 rəqəmi tək ədəd deyirsə, tək ədəd nədir? Sonu 1, 3, 5, 7, 9 onlardan bitəndir. Yəni, burada da bu 3 ədəddən yalnız sonu 1-lə bitən tək ədəd olar. Elə deyil. Qalan, bax, bura 0, 1, 2 gələr. Burada 0, 1, 2 gələ bilər, 3-dən biri gələ bilər. Birinə bura ya 1, ya 2 gələ bilər. Burada ancaq 1 gələ bilər, şərt ödəmək üçün. Onda belə çıxır ki, burada 2 ehtimal var, 2 rəqəm ola bilər. Burada 3 rəqəm ola bilər, burada da 3 müxtəlif rəqəm ola bilər, burada da 1 rəqəm ola bilər. 2 vur, 3 vur, 3 vur, 1. Deməli, 6, 6 vur 2, 12, 12. Yox. 12 nədir? 18. 2 vur 3. 6, 6 vur 3, 18. 12 nədir? 18. 81 oldu D variantı. 82. Üçlük say sistemindəki 2 rəqəm ədədlərinin cəmini onluq say sistemində müəyyən edin. Üçlük say sistemindəki 2 rəqəmli ədədlərin cəmini. Üçlük say sistemində hansı ədədlər var? Ümumiyyətlə, üçlük say sistemində burada 0, 1, 2. Nə var orada? 10 var, 11 var, 12 var. Sonra nə var? 20 var, 21 var, 22 var. Aha. Bunların hamısını çevirək üçlüyə tez. 1 vurulsun 3 üstü 1, elə bu eləyəcək 3. 1 vurulsun 3 üstü 1, üstə gəl 3 bu eləyəcək 4. 1 vurulsun, deməli 3 üstü 1, üstə gəl 2 bu eləyəcək 5. Keçək bula. 2 vurulsun 3 üstü 1 eləyəcək 6. Burada da 2 vurulsun 3 üstü 1, 6, üstə gəl 1, 7. 0, 1 yazsam. Deməli 2 vurulsun 3 üstü 1 eləyəcək 6, 6 üstə gəl 2 də eləyəcək 8. 3 üstə gəl 4, üstə gəl 5. Deməli, olacaq neçə? 7, 5, 12, 18, 25, 30, 25, 33. C variantı. 82 C variantı. Hamısını onluqdan keçirdim üçlüyə. Tapdım cavabını. Həcmləri artma sırasıyla düzün.
Hamısını çevirək kilobayta. Belə kilobaytda. Kilobitdən kilobayta keçmək üçün 2 üstü deməli 3-ə bölürəm. Onda burada olur 2 üstü 9, yəni 512 kilobayt. 220 bitdi. Bitdən kilobayta keçmək üçün 2 üstü 13-ə bölürəm. 2 üstü 13-ə böləndə burada qalır 2 üstü 9. 2 üstü 9 kilobayt. 2 üstü 9 kilobaytda neçə eləyəcək? Yox, 2 üstü 9 niyə? 2 üstü 13-ə böldüm. 2 üstü 9 yox, 2 üstü 8. Bu da olacaq 256 kilobayt. 0,6 megabaytı da mən kilobayta keçirmək üçün 1024-ə vuraram. Ya da ki 2 üstü deməli ona vuraram. Kəsir kimi yazıb. Elə 0,6-nı mən 1024-ə vuranda alınır artı 600 nə qədər bayt. Ta ki 614 nə qədərsə alınır. Deməli, artan sıra deyir. Ən çoxu aydındır ki, budur. 4. Sonra 4. Sonra gəlir 2. Sonra gəlir 2, 4. 2 niyə gəldi? 4, 3, 2, 1 gəlir. 4, 3, 2, 1. Rum rəqəmlərlə yazılmış. Bu ədədin onluq sayısındakı yazılışını tapın. Deməli, bu nədir? S nədir? 100, 100, 200. Burada balaca böyükdən əvvəl gəlib. Ona görə bu nə olmalıdır? Ondan 100-ü çıxmalıyam. 90. Deməli, bu oldu 290, 299. 85. İnformasiyanın xassələrini seçin. Xassələri obyektivlik, aktuallıq, etibarlılıq. 1, 4, 5. Bu yarım çıxdı. Uyğunluğu müəyyən edin. Çevirək 0, 1 yazıram. 1 vurulsun 8 üstü 1, 8. Üstəgəl 1 eləyəcək. Üstəgəl 7 eləyəcək 15. Bu 15'dir. 6 vurulsun 9 üstü 1, 50. Deməli 6-nı 9-a vuranda 54. Üstəgəl 4 olacaq 58. 0, 1, 2, 3, 4. Bu da 2 üstü 16. 2 üstü 4 yəni 16. Üstəgəl 8. Bunlar 0 eləyir. Bu da üstəgəl 2 üstü 1 yəni 2. Bu da olacaq 26. Deməli 1-ə gəlir C, 2-yə gəlir 58, 2-yə gəlir B, 3-ə gəlir A. Bunun hələ bir onluğu da 16-lıqda da soruşur. Bax 26-nı mən 16-lığa çevirsəm 26-nı bölərəm 16-ya bir dəfə düşür. Bu da olacaq A yazacaq 1A. 1A hara uyğun gəldi? 26-ya. Deməli 3-ə həm də D gəlir. Burada F nədir? 15-də elə. 1-ə həm də Y gəlir. 1SY, 2B, 3AD. 88-ə baxırıq. ABCD 8-li say sistemi böyük rəqəmləri ədəddir. B böyükdür C, C böyükdür A, böyükdür D. B ən böyük rəqəmdir. 8-li say sistemindəki ən böyük rəqəm nədir? 7-dir. A onluq sayısının 6-cı rəqəmidir. Onluq sayısının 6-cı rəqəmi nədir? Sıfırdan başlayırıq yazmağa. 6-cı yerə gəlir 5 düşür. Deməli A 5-dir. C onluq sayısında cütdür. İndi cütdür. 7-dən kiçik 5-dən böyük hansı rəqəm qalır? 6 qalır. Deməli C 6-dır. D isə onluq say sistemində C minus A fərqindedir. 6 çıx 5, yəni oldu 1. İndi A, B, C, D ədədi nə olacaq? 5, 7, 6, 1. Bu 8 say sistemindədir. Bunu 16-lıqda bildirməyimizi istəyir. 2 yolla eləyə bilərəm. Ya mən bunu keçirərəm 10-luğa, 10-luqdan da 16-lığa, ya da ki 2-liyə keçirərəm, 2-likdən də 16-lığa keçirərəm. Mən 2-liyə keçirəcəm. 1, 2, 4-dən 1-i almaq üçün bir dənə 1 istifadə edirəm. Qalanlarını yenə 0 qoyuram. 1, 2, 4-dən 6-nı almaq üçün 4-dən 2-ni istifadə edirəm. Bura 0 qoyuram. 7-ni almaq üçün 3-ünü də istifadə edirəm. 5-i almaq üçün də 1, 2, 4-dən 1, 2, 4-ü də 1-dən 4 istifadə edirəm. Deməli, bu ədədimiz oldu belə. 3 dənə 1, 110, 0, 0, 1. Mən də bunu 16-lığa keçmək üçün 4-4 ayırıram. Və üstünə yazıram 1, 2, 4, 8. Hər 4-lüyə 1, 2, 4, 8. 1, 2, 4, 8. Sonra bu sıfırlar mənə dediyim ki lazım deyil. 8, 2, 1 neçə eləyir? 11. Da bura gedib nə yazmıram? 11 yazmıram. Çünki 11-in 16-lıq sayısındakı qarşılığı nədir? B-dir. Burada 15 eləyir. 15 nədir? F-dir. Burada da 1 eləyir. 1-dir. B,
F1. Cavabımız oldu B, F1. 89-a baxırıq. 3 ədəd 4 GB-lıq diskə ən çox neçə 768 MB-lıq fayl yerləşdirmək olar? 3 vurulsun 4 GB 12 GB edir. Bunu da mən megabayta çevirsəm, yəni 1024-ə çevirsəm də 768-i daha qısa yoldan nəyə bölə bilərəm? Gəlin belə yazaq. Elə bir ki, orada kalkulyator yoxdur, bir şey yoxdur. 3 vurulsun. Mən bunu megabayta keçirəcəm. 4 yazıram, 202 megabayta keçirmək üçün 210 yazıram. Bu da olur 3 vurulsun 212 megabayt. 768 megabaytda 3 vurulsun 256 deməkdir. Yəni ki, 3 vurulsun 208 megabayt deməkdir. İndi bunun içində bu neçə dəfə yerləşir bilmək üçün bölürəm. 312 megabaytı bölürəm. 3 vur 212-yə. 3 vur 208-ə. 3-lər getdi. 212 bölü 208. 12-dən 8-ini çıxanda qalır neçə dəfə? Qalır 204. Yəni 16. Deməli 16 dəfə yazmaq olar. Oturub ədədləri 3 vur 4-ü bir-birinə vurub, onu da 1024-ə vurub gigabaytdan megabayta keçirib aldığım cavabda 768-ə bölə bilərdim. Ancaq orada ədədlər böyüyür deyə vurmaq, bölmək vaxt aparır. Həsən dəftərə 12 manat verib, kitaba 42 manat xərcləyib, sonra 24 manat pulu qaldı. Demək, Həsən əvvəlcədən 80 manatı var idi. 12 manat kitaba verib, 42 manat da dəftərə 13 manat, kitaba 42 manat verib və 24 manatı qalıb. Görək indi bunu hansı say sistemində yazıb Həsən. Ayaqlarına x qoyuram. 0 birlərimi düzürəm. X say sistemindən keçirəm 10-luğa. 8x çıxılsın. Artıq burada qabaqdakı çıxılsınlara görə toplumlar dəyişəcək. Olacaq çıxma. 1 vurulsun x üstü 1 eləyir x. Çıxılsın 3. Normalda üstə gələn 3 olardı. Çıxılsın 4x. Çıxılsın. Burada yəni əndrabadə için eləmirəm. Yəni adi bildiyim qaydadan 10-luğa keçirirəm. 2 vurulsun x üstü 1 eləyir 2 x. Çıxılsın 4 vur x 0 olacaq 4. 8x çıxılsın x 7x 7x çıx 4x oldu 3x. Mənfi 3 mənfi 2 deyil mənfi 5. 2x çıxılsın 4. X-ləri bir yerə yığıram. Ədədləri də bir yerə yığıram. X də bərabərdir. Bu nə olacaq burada? Nəyəsə elə bil ki, səhv getdi. 2x, burada 2x üstə gəl 4 düzür istəyirəm. Üstə gəl 4, x də bərabər 9. Deməli bu 9-luq say sistemidir. Bu qədər. Sağ olun.